Bugün sizə əsl şəxsi evin təqdimatındayım. Ümumilikdə 3 sot torpaq sahəsində evin də torpağın da kupçası olan ən vaciblərdən də biri odur ki, yerləşmə yeri və evin sağına, soluna, arxasında da torpaq sahəsi var. İrəliyən dəqiqədə hər birisini sizə göstərəcəm. Baxın, ümumi evin ön tərəfi eyvandır. Tam dolu əşyalardan, təbii ki, şəxsi əşyalardan başqa həyətyanı sahəsinə rahat şəkildə 2 avtomobil daxil olur. Həyətyanı sahəsi daha da geniş qala bilərdi, amma arxada torpaq sahəsi saxladığına görə 2 maşınlıq bu hissədə yeri var. Həyətində söhbətgahı, baxın, dəyərli izləyicilərimiz. Yay mətbəxinə kimi hər birisi var. Əsl yaşamaq üçün alınması evdir, istifoldu döşəməsi özdə. Bu adam özü üçün iş görüb. İrəliyən dəqiqədə bütün təmirdə görəcəksiniz. Çox səliqəli iş görülüb. Ehtiyac su çəni, putnadarlan jaluz qapısı, əli qapısı, atdenli və evin bu hissədən də yan tərəfinə rahat şəkildə keçmək olur. Bu hissədən də, bu arxa hissəni də sizə göstərim. Baxın, arxa hissəyə keçid bu hissədəndir. Həyətyanı sahəsində, baxın, sanitar qovşağına kimi hər birisi mövcuddur. Bu arxada torpaq sahəsi də var. 2 kombisi var. İstifola atdenli, evin istilənməsi üçünsə digər hissələr, radiator sistemləsə atdenli kombi qoyulubdur. İrəliləyən dəqiqələrdə hər birisini izah edəcəm. İzləmədə qalın, dəyərli izləyicilərimiz. Həqiqətən layiqli evdir. Həyətyanı sahəsinə ən vaciblərdən də biri odur ki, heç bir qonşu pəncərəsi baxmır. Həyətində rahat şəkildə dincələ bilərsən. Daxil olan evimizin iç sahəsinin təqdimatına. Hazırda evimizin dəhlizindəyəm. Hörmətli izləyicilərimiz, qoy yerləşmə yerini öncədən açıqlayayım. Abşeron rayonu Masazır qəsəbəsi 2-ci Araz marketin arxa hissəsində qapısınacan asfalt 2 saylı məktəbinin yaxınlığında əla bir evdir. Gəlib izləməyə dəyərli izləyicilərimiz, gəlin yaxından tanış olun. Özünə bağ evi, ümumi yaşamaq üçün ev istəyənlər müraciət eləsin. Belə ev hələm-hələm satışa çıxmır. Çox səliqəli və zövqlə təmir olunmuş bir evdir. Sağ tərəfdə yerləşir evimizin, baxın, qonaq otağı. Təbii ki, dediyim kimi, şəxsi əşyalardan başqa bütün əşyalar evdə qalacaq. Baxın, qonaq otağındayım, çox səliqəli, gözəl. Həqiqətən də elə bil ki, evdə yaşayış olsa da, elə bil ki, yaşayış olmayıb. O qədər səliqəli saxlanılıb. Şəxsi ev buradan bəllidir ki, hamam otağı və sanitar qovşağı ayrı-ayrıda yerləşir. Baxın, çamaşırxana da bu hissədə yerləşdirilib. Burada sanitar qovşaq, hamısı ayrı-ayrılıqda səliqəli şəkildə işlənilib. Birinci mərtəbədə yerləşən yataq otağı. Qiymət də əslində bu ev üçün çox gözəl qiymət seçilib. Burada yerləşir kombi otağı. Baxın, 2 kombidən istifadə olunur, bahalı kombidir hər ikisi. Və birinci mərtəbədə yerləşən mətbəxi sizə göstərim. Hazırda gördüyünüz kimi mətbəxdəyəm, tavan hündürlüyündə qəşəng səliqəli mətbəx yığılıb, özü mərmərdən işlənilib. Vitraj pəncərəsi, həyətyanı sahəsinə baxın, mikrovka, tufovka, hər birisi öz qaydasında incəlinə kimi hər birisi düşünür. Qalxıram 2-ci mərtəbənin təqdimatına. Beton pilləkəndə dəyərli izləyicilərimiz, üzü gördüyünüz kimi mərmər daşlardan işlənilib. 2-ci mərtəbədə yenə də bölgü dəhliz vasitəsindən, baxın, geniş dəhlizi var. Dəhliz vasitəsindən geniş eyvana çıxışı. Burada da yenə də hamam otağı ilə sanitar qovşaq ayrı-ayrı yerləşib. Baxın, cəhd üstünə kimi asma tavan, geniş hamam otağı var. Burada yerləşir yenə də sanitar qovşaqdır, amma bura istifadə olunmur. Qardırob kimi istifadə olunur. Burada yataq otağından, 2-ci mərtəbədən yataq otağından birincisi, ümumilikdə 5 otaqdan ibarətdir evimiz. Ünvanı bir də xatırladıram, Abşeron rayonu Masazır qəsəbəsi 2-ci Araz marketin arxa hissəsində gözəl bir ərazi, qapısınacan asfalt, evində torpağında kupçası var ki, əgər sizə dövlət ipotekası ayrılıbsa, dövlət ipotekasına sahib ola bilərsiniz. Sonuncu yataq otağı. Bu gördüyünüz evimizin start və qiyməti 237 bin manata təklif olunur. Real müştərilərdən qiymətdə razılaşmaqda olacaq. 051 635 17 97 nömrəmizdə əlaqə saxlayıb daha dolğun məlumat ala bilərsiniz.